Əziz izləyicilərimiz, bugün gəlmişik Göygöl rayonundakı arı təsərrüfatımıza, Sarısu kəndində olan. Deməli, arılar nəhrənin taxtasının içərisində pətək toxuyublar. İstədik ki, pətəyi nəhrəni qırmadan çıxardaq, amma baxdıq ki, alınmadı və buna görə də məcbur qalıb pətəyi nəhrəni qıraraq çıxartmaq qərarına gəldik. Təmiz, arıların özünün hördüyü xalis pətək bal, bax əsil pətək bal budur. Arılar özü, bax, nəhrənin içərisində bu cür qaydada yuva qurub. Artıq nəhrəni qırdıq. Tüstü vasitəsilə arıları digər yenişiyə keçirib bu pətək balları götürəcəyik. Bir müddət qabaq məlumatımız oldu ki, arılar burada yuva qurur və fikirləşdik ki, nəhrəni qırmayaq, arılar içərisini pətəklə doldursun, sonra çıxarıb pətəkləri, arıları isə arı yenişiyinə köçürərik. Artıq baxdıq ki, havalar soyur, pətəklər hazırdır. Bax, bu cür gözəl qaydada, təmiz, natural, xalis, arıların yığdığı pətək balı. Bunu bilən müştərilər bilir də, bu tamam fərqlidir. Arıları yenişiklərə köçürdük, artıq hazırlandı, balları çıxardıq bir-bir, əla, artıq hazırdır.